Bəli, artıq biz sığorta sistemindən danışdıq, bu sektordakı vəziyyətə diqqət çəkdik. İndi isə siyasi müstəvidə müzakirə aparacağıq və artıq verilişimizin bu hissəsinin əvvəlində bir anons etdim. Qeyd elədik ki, Ararat Mirzoyanın, yəni Ermənistanın Xarici İşlər Nazirinin açıqlamaları Ermənistanda birmənalı qarşılanmayıb və açıqlamalarında hansı nüanslara toxunub? Deyir ki, mən elə bir şey qeyd etməliyəm ki, bir tərəfdən məlum faktı, digər tərəfdən də müvafiq rəsmilər çoxdandır əhvalımız pozulmasın deyə bizə demək istəmirlər. Bu fakt belədir. Ermənistan heç vaxt Qarabağı tanımayıb. Yəni, dırnaqarası qondarma rejimi nəzərdə tutur. Bu istiqamətdə biz az sonra danışacağıq. Ermənistan parlamentində ölkənin Xarici İşlər Naziri Ararat Mirzoyanın ironiyala dediyi bu fikrin arxasında hansı nüanslar dayanır və o deyir ki, demək olar ki, Sovet dövrünün dağılması ilə eyni vaxtda Almatı bəyannaməsinin imzalandı və bu da bir daha, yəni biz öz ərazilərimizi məhz həmin dövrdən sonraki ərazilər kimi qəbul edirik. Mövcud olan sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü də tanımışıq Almatı bəyannaməsinə əsasən. Üstəlik, bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı bu fundamental prinsipdə Qarabağ danışıqlar prosesinin bütün mərhələlərində lap əvvəldən aydın şəkildə ifadə olunub və mühüm sənədlərdə o cümlədən Madrid prinsiplərində öz əksini tapıb və o deyir ki, nəzərinizə çatdırım ki, Madrid prinsiplərində bir ərazi bütövlüyüdür, digər prinsip isə öz müqəddəratını təyin etmə hüququ isə ərazi bütövlüyü çərçivəsində başa düşülürdü. Bir sözlə, Ararat Mirzoyanın açıqlamalarına nəzər yetirəcəyik və onun verdiyi mesajlar aydındır. Deyir ki, əhvalımız pozulmasın deyə hərdən xatırlatmırıq, amma yenidən yaddaşı təzələməkdə fayda var. Biz bu istiqamətdə siyasi şərhçi Mübariz Göyüşlü ilə danışacağıq. Mübariz bəy, hər vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir olsun. Sağ olun. Mübariz bəy, istəyərdim ki, bir istiqamətdə Ararat Mirzoyanın açıqlamalarına dair müzakirə aparaq. Az öncə də vurğuladığım kimi, o bir daha xatırladıb ki, Ermənistan heç vaxt dırnaqarası Dağlıq Qarabağ adlı bir qurumu tanımayıb və yenidən xatırlatmağa gərək duyur. Düzdür, bu daha çox Ermənistan daxilindəki gərginlik fonunda baş verir. Ancaq Ararat Mirzoyanın vermək istədiyi mesajlarda xüsusilə də hansı nüanslar yer alınır? Təşəkkür edirəm. Mən də onun fikirlərini bölüşürəm. Həqiqətən Ermənistan hələ indiyə qədər Dağlıq Qarabağ Respublikası adlı bu saxta və qondarma qurumu tanımayıbdır. Düzdür, bununla bağlı müxtəlif parlament müzakirələri mi deyək və yaxud da hansısa bir addımların atılması üçün cəhdlər göstərilir. Amma rəsmən Ermənistan dövləti bu artıq tarixin arxivinə qovuşmuş bu qondarma qurumu tanımayıbdır. Və bildiyim qədərilə nəinki Ermənistan, dünyada heç bir dövlət bu qurumu tanımayıb. Əlbəttə, bu həm də Azərbaycan dövlətinin apardığı uğurlu siyasi diplomatik siyasətin və təzyiqin də nəticəsi olubdur. Və belə bir presedent mövcud olmayıbdır. Bu da bizim hər zaman danışıqlar zamanı da və digər çalışmalarda da Azərbaycanın əlini gücləndirən, Azərbaycanın mövqeyini gücləndirən bir məqam olubdur. İndi Ermənistanın, Paşinyanın silahdaşlarından olan Ermənistanın Xarici İşlər Nazirinin də bu məsələləri gündəmə gətirməsi müsbətdir. Və bununla həm onlar, Paşinyan və onun komandası öz üzərinə olan daxili təzyiqləri də aradan qaldırmağa və yaxud da azaltmağa çalışır. Çünki bilirik ki, Paşinyan və belə deyək də Ermənistan rəsmiləri Azərbaycanın tələblərini yerinə yetirmək üçün cəhdlər göstərirlər, çalışırlar və bu da daxildən təzyiqlər yaradır və bu cür açıqlamalarla Mirzoyan həm də elə Paşinyan gündəmə gətirmək istəyirlər ki, bizdən əvvəlki, bizə indi irad bildirən və əvvəlki hakimiyyətlərin nümayəndələri də Qarabağla bağlı fundamental hər hansı bir çalışmalar etməyiblər. Yəni, heç tanımayıb Ermənistan dövləti bu saxta qurumu. Ona görə də bizdən bu cür tələblər irəli sürmək və başqa tələblər irəli sürmək doğru deyil. İstənilən halda mən Paşinyanın Xarici İşlər Nazirinin, Ermənistan Xarici İşlər Nazirinin bu cür çıxış etməsini müsbət qiymətləndirən və yer gəlmişin qeyd edeyim ki, Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı da müzakirələr başlayıbdır. Bildiyim qədərilə deyəsən layihə hazırlanır. Bu da Azərbaycanın növbəti tələblərini yerinə yetirməsinə hazırlıqlar kimi də qiymətləndirilə bilər.
Mübariz bəy, yeni bir xəbər var Hindistan-Pakistan gərginliyi ilə bağlı. İstəyərdim ki, o məlumatı tamaşaçılarımızla bölüşüm. Daha sonra müzakirəmizi davam etdirəcəyik. Hindistan və Pakistan arasında ən böyük hava döyüşü mayın 7-sinə keçən gecə baş verib. Bu barədə CNN yazır. Qeyd olunur ki, Hindistan və Pakistan yeni tarixdə ən böyük hava döyüşlərindən birində iştirak ediblər. Pakistan və Hindistan qırıcıları arasındakı hava döyüşü yeni aviasiya tarixində ən geniş miqyaslı və uzun müddətli döyüşlərdən biri olub. Pakistanın təhlükəsizlik qüvvələrinin yüksək vəzifəli nümayəndəsi CNN-ə bildirib. Həmin o döyüşdən görüntüləri ekrana gətirək. Və CNN yazır ki, döyüşdə hər iki tərəfdən ümumilikdə 125 qırıcı təyyarə iştirak edib. Pakistan təhlükəsizlik qüvvələrindəki mənbələr CNN-ə bildiriblər ki, Hindistan tərəfinin hücumu zamanı Pakistan hava hücumundan müdafiə qüvvələri də 5 Hindistan qırıcısını və 1 puanı məhv edib. Qeyd olunub ki, tərəflərdən heç biri qarşı tərəfin hava məkanını pozmayıb. Raket zərbələrinin mübadiləsi bəzən 160 kilometrdən artıq məsafədə baş verib. Ötən gündən etibarən bu gərginliklə bağlı kadrları bölüşürük, hava hücumlarına dair görüntüləri paylaşırıq. Və gərginliyin davam etdiyini vurğulamalıyıq. Dünya ictimaiyyəti hazırda diqqətini bu məsələyə yönəldib. Mübariz bəy, istəyərdim ki, elə bu xəbər üzərindən mövzumuzu bu istiqamətə yönəldək. Çünki Hindistan və Pakistan son illərin ən böyük hava döyüşünü həyata keçirib, deyir CNN. Bu deməkdir ki, əslində vəziyyət düşünüldüyündən daha pis, daha gərgindir. Və bu gərginliyin sonlanması üçün müxtəlif ölkələrin hazırda təşəbbüslərini ortaya qoyması bir nəticə verəcəkmi sizcə? Əgər həqiqətən ciddi şəkildə təşəbbüs göstərərdilərsə və göstəriləcəksə nəticə verəcəyinə inanmaq olar. Amma mən sizə deyim ki, Amerika Birləşmiş Ştatları, Fransa və digərləri başda olmaqla heç belə ciddi təşəbbüsləri də görmürük. Şəxsən mən müşahidə eləmirəm. Ümumi bəyanatlardır, tərəfləri sakitliyə çağıran bəyanatlardır və real fəaliyyət, əməli çalışma biz ortada görmürük. Və adamda belə bir təəssürat yaranır ki, Hindistanın Pakistanla müharibə etməsinə, Hindistanın Pakistana qarşı aqressiv davranışlarına, aqressor kimi davranmasına Dünya Birliyi, aparıcı dövlətlər və təşkilatlar göz yummaq istəyirlər və yaxud da daha dəqiq desək göz yumurlar. Və mən buna çox təəssüf edirəm və bu terror aktından sonra Hindistanın bütün davranışlarına, onun rəsmi şəxslərinin çıxışlarına, Hindistanın baş naziri olsun, onun komandasının üzvlərinin bütün davranışları Pakistanla müharibəyə sürətli bir şəkildə hazırlıq apardıqlarını və aqressiv davranışlar göstərməyə hazır olduqlarını və hücum həyata keçirəcəklərini göstərir və bu məsələlərdən də danışıqlar yolu ilə də Hindistan tərəfi həll etməkdə maraqlı olduğunu da göstərmir. Baxmayaraq ki, Pakistan tərəfi açıqlama verdi ki, əgər Hindistan dayandırarsa bu hərbi hücumları, onlar da dayandıracaqlar. Mən düşünürəm ki, növbəti dəfə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan dövlətlər riyakarlıqla məşğuldular. Real olaraq dünyada sülhü, təhlükəsizliyi qorumalı olan dövlətlər, təşkilatlar seyr edirlər bu hadisələri və dünyada növbəti bir müharibə, münaqişə ocağının yaranmasına, genişlənməsinə göz yumurlar. Necə ki, Rusiya-Ukrayna məsələsində biz bunu müşahidə elədik, necə ki, Yaxın Şərq, İsrail, Həmas və İsrail digər ərəb ölkələrlə münasibətlərində biz bunu müşahidə edirik. Eyni zamanda biz Hindistanla, Pakistanla da arasında olan məsələdə də növbəti dəfə aparıcı dövlətlərin susqunluğunu və bu susqunluq altında da bu müharibənin genişlənmə ehtimallarını müşahidə edirik. Mübariz bəy, yeni bir məlumat da var. Pakistan Türkiyəyə regionda gərginliyin azaldılması və sülhün qorunması istiqamətində göstərdiyi səylərə görə təşəkkürünü bildirib. Pakistanın baş naziri Şahbaz Şərif X sosial şəbəkəsindəki paylaşımında bu nüansı vurğulayıb. Əziz qardaşım, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla danışdım və bu kritik məqamda Türkiyənin Pakistanla həmrəy olduğuna və dəstəyinə görə ona təşəkkürümü bildirdim. Bir sözlə Pakistanın baş naziri ilə
ilə Türkiyə prezidenti arasında telefon danışığı baş tutub və bu danışıq əsnasında bir daha Şahbaz Şərif Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü ifadə edib. Türkiyə bu proseslərdə münaqişənin qismən sakitləşməsində hansı rolu oynaya bilər? Biz dedik ki, artıq CNN də yazır ki, Pakistan və Hindistan arasında yeni tarixdə ən böyük hava döyüşlərindən biri reallaşıb. Kadrlarda az öncə də təqdim etdik. Buyurun, Mübariz bəy, eşidək sizi. Türkiyə Rusiya-Ukrayna müharibəsində də çox ədalətli mövqe tutmuşdur. Təəssüf ki, onun bu roluna və mövqeyinə qısqanan dövlətlər, qıcıqla yanaşan bu qərb ölkələri imkan vermədilər bu proses normal bir məcrada davam eləsin. Yaxın Şərq münaqişəsində də İsrail və Fələstin münaqişəsində də Rusiya, üzr istəyirəm, Türkiyə çox obyektiv mövqedən çıxış edirdi və indi də Türkiyənin mövqeyi və davranışı çox ədalətli və obyektivdir. Əgər həmin bu beynəlxalq təşkilatlar, o böyük dövlətlər bu Türkiyənin rolunu, Ərdoğanın artan nüfuzunu və digər məsələləri qısqanmazlarsa, hesab edirəm ki, Türkiyə bu məsələdə çox ciddi şəkildə tərəflərin bir araya gəlməsində rol oynaya bilər. Hər gün Hindistan bu məsələdə maraqlı görünmür, bu da işi çətinləşdirən tərəfdir. Amma ümumən götürəndə Türkiyənin mövqeyi çox ədalətlidir. Mən sizə deyim ki, Azərbaycanın da Xarici İşlər Nazirliyinin bəyanatı olduğu və Pakistanın bir yaxın dostu olaraq, tərəfdaşı olaraq Azərbaycanın da mövqeyi çox ədalətlidir. Əgər Türkiyəyə və Türkiyə kimi Azərbaycanın özünə də bu cür ədalətli mövqedən yanaşan ölkələrə bu problemin həlli üçün belə deyək, işin gedişatında hansı pozuculuq faktorları olmazsa çox ciddi şəkildə müsbətə doğru, sülhə doğru nəticələr əldə etmək olar. Amma buna inam çox oldu. Təşəkkürümüzü bildiririk Mübariz bəy, minnətdarıq sizə fikirlərinizi bölüşdüyünüz üçün. Bəli, biz Pakistan-Hindistan gərginliyi ilə də bağlı danışdıq.